dostlar, mən bugün Dəniz Moldayım və burada sözün əsl mənasında bayram abu-havası var. Çünki Dəniz Uşaq Festivalının möhtəşəm açılışı məhz indi başlayır. Oy getdik! Məni də gözləyin. Ətrafı baxın. Hər yer rəngarəng tüstülər, köpük şouları və musiqi ilə doludur. Birazdan DJ çıxışı da başlayacaq və əminəm ki, uşaqlar da, valideynlər də bu əyləncədən zövq alacaqlar. Bu festival bugün 31 may tarixində başlayır və 12 ilə qədər davam edəcək. Ən gözəl tərəfi isə odur ki, festival boyunca hər həftənin şənbə və bazar günü uşaqlar üçün xüsusi proqramlar təşkil olunacaq. Müxtəlif oyunlar, yarışmalar, hədiyyələr, feysart və rəngarəng maskot paradları uşaqları gözləyir. Bir maraqlı yenilik də var ki, buradakı məlumat mərkəzinə yaxınlaşıb dənizçi pasportu əldə edə bilərsiniz. Festival müddətində alış-veriş etdikcə pasportunuza mühürlər toplayırsınız. Həm uşaqlar üçün xüsusi festival zonalarına giriş imkanı əldə etmək, həm də müxtəlif hədiyyələr qazanmaq şansı var. Üstəlik festival müddətində Dəniz Molda fəaliyyət göstərən bir çox brendin xüsusi endirim və təkliflərindən də yararlana bilərsiniz. Yəni həm uşaqlar əylənəcək, həm də valideynlər üçün xoş sürprizlər olacaq. Biz də indi birlikdə festivalı gəzməyə davam edirik. Ayın 1-dən 12-sə qədər bu gördüyünüz yerdə dəniz canlılarının dekorları qurulacaq. Hamınızı gözləyirəm.